Bəli, ata tam ixtiyar sahibi deyil, qızını deməmiş kiməsə götürsün, versin. Bu ixtiyar da yoxdur. Biri gəldi Peyğəmbərə yaxınlaşdı, tarixdən də hadisə deyim sizə. Biri gəldi yaxınlaşdı Peyğəmbərə, ya Rasulallah, atamın əlindən bezmişəm, belə elə də xanım, qızım nə baş verib? Dedi, heç nə götürüb verib öz qardaşı oğluna mənim. Mənə demədən. Kəbini də oxudu, mənə demədən. Dedi, hə, indi nədir? Deyir, mən onu sevmirəm. Deyir, yox, sevmirsənsə, sən onun vaad. Ata səni məcburun evləndirə bilməz ki, qızım. Ondan sonra dedi ki, yox, istəyirəm onu. Dedi, istəyirsən, bu söhbət niyə edirsən? Dedi, yox, məndən ki deməyib, məni saymayıb, o məni yandırır. Bir də belə bir adət görmüşəm bu mühitdə, yaşadığımız yerdə. Bəzi atalar qızlarına neynəmir? Heç fikrini öyrənmir. Bu mənə təsir edib ki, sən çıxış edəsən, ya Rasulallah. Desən nə olar? Yaxşı olar. Ki, belə etməsinlər.